Mühərrik yağının dəyişilmə vaxtının gəldiyini necə bilmək olar? Yağın yenicə dəyişilməsinə baxmayaraq, bəzən keyfiyyətsiz yağ xərc tələb etsə də dəyişilməlidir. İstehsalçının tövsiyə etdiyi kilometraj limitindən əlavə, maşında bu əlamətləri görürsünüzsə, yağı dəyişmək məsləhətdir. 1. Mühərrikdən səs gəlir. Yağ köhnəldikdə detalları kifayət qədər yağlamır. Nəticədə mühərrik daha sərt işləyir və taqqıltı səsləri yarana bilər. 2. Yanacaq sərfiyyatı artır. Köhnə yağ sürtünməni artırır. Mühərrik daha çox güc sərf edir və avtomobil daha çox yanacaq yandırır. 3. Egzozdan göy tüstü çıxır. Köhnə yağ piston halqalarını və klapan möhürlərini aşındıra bilər ki, bu da öz növbəsində yanma kamerasına sızmalara səbəb ola bilər. 4. Yağın rəngi tünd qaradır. Təzə mühərrik yağı açıq kəhraba rəngində olur. Tam qaralıbsa və mətləşibsə, dəyişmə vaxtı çatıb. 5. Yağ və ya yanıq qoxusu. Salondan və ya kaput altından yağ iyi hiss edirsinizsə, sızma və ya yağ qızma problemi ola bilər. 6. Mühərrik əvvəlki kimi dartmır. Maşın gec yığır, gücü azalıb və ya temperatur tez qalxırsa, səbəblərdən biri kimi köhnə mühərrik yağı ola bilər. Bəs siz yağın dəyişilməli olduğunu necə bilirsiniz?